Salam değerli həmkarlar, axşamınız xeyir olsun. Bugün üçün növbəti videomuzu paylaşırıq. Bir çoxlarında maraqlı suallar yaranır. Bugün mətbuatda yayıldı sosial şəbəkədəki Eşqi Bağırov Tovuzda bir məktəb direktorunu çıxardıb. Necə ki, rəsmən elan olunmuşdu 201 nömrəli məktəbin Bakıda işdən çıxarılması ilə bağlı. Eyni qayda ilə də adam işdə olmaya demək Tovuz rayonunda məktəb direktorunu çıxardıb. Maraqlı hallar çoxdur. Maraqlı hallardan biri də məktəb nizamnaməsi ilə bağlıdır. Bu məsələyə keçməmişdən öncə bildirmək istəyirəm ki, bizim artıq 2 aydır yeni qruplar və yeni qaydalarla dərslərimiz başlayıb və indi hal-hazırda 1 noyabr qruplarına qeydiyyat gedir. 3 qrupumuz var ayrı-ayrılıqda. Əmək Məcəlləsi qrupunda əmək məcəlləsi ilə bağlı dərslərimizi keçəcəyik, əmək qanunvericiliyi ilə bağlı. Təhsil qanunvericiliyi qrupunda təhsil qanunvericiliyini keçəcəyik. Testləri Test X platformasından işləyirik. Bir də məktəbşünaslıq qrupu var, hansı ki, məktəbşünaslıq qrupunda müsahibə sualları eyni zamanda hal-hazırda işləyən direktor və direktor müavinləri üçündür. Qruplarda 50% endirim eləmişik. Qruplara demək, hal-hazırda noyabr qruplarının dərsləri həftənin 2-ci və 4-cü günləri axşam saatlarında olacaq. Bir nəfər 3 qrupa da qoşula bilər, 2 qrupa da qoşula bilər, yalnız bir qrupa da qoşula bilər. Dərslərimizə qoşulmaq istəyənlər burada gördüyünüz əlaqə nömrəsi ilə 050 672 59 demək 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Demək, məktəblərə məktub gedib, təhsil idarəetmə orqanlarından, Bakı Şəhər Təhsil İdarəsindən hökmən bu gedib ki, Nazirlər Kabinetinin 300 nömrəli qərarına uyğun olaraq demək, ümumi təhsil məktəbi nümunəvi nizamnaməsi ilə demək uyğun olaraq məktəblərdə nizam-intizam qaydaları direktora həvalə olunur. Təhsil qanunvericiliyi nə qədər anlayışın olmuyor ki, sən orada göstərginlə ki, harada nümunəvi nizamnamədə harada göstərilib ki, məktəbin daxili nizam-intizam qaydalarını məktəbin direktoru müəyyən eləməlidir və bu məsuliyyəti məktəbin direktorunun üzərinə atırlar. Heç olmasa o nümunəvi nizamnamanı açanda onun 1.1-ci bəndinə baxın, görün ki, deyilir ki, bu nümunəvi nizamnamə hər bir ümumi təhsil məktəbinin fərdi nizamnaməsinin yaradılması üçün baza rolunu oynayır. Və məktəbdə o cür nizam-intizam qaydaları, digər fəaliyyətlərin əsasları da nizamnamə ilə müəyyən olunmalıdır. Mən bilmirəm, Emin Əmrullayev və Elm və Təhsil Nazirliyi, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi və yaxud da regional təhsil idarələri, Bakı Şəhər Təhsil İdarəsinin problemi nədir ümumi təhsil məktəblərindən və niyə anlaya bilmirlər ki, hər bir məktəbin özünün fərdi nizamnaməsi olmalıdır. Və bu fərdi nizamnamənin yaranması və hər bir məktəbdə məktəbin fəaliyyətini sistemli olaraq həyata keçirilməsi üçün əsas yaradır. Yaxşı sual olunur. 2010-cu ildə qəbul edilmiş nümunəvi nizamnamə vardı və keçən müddətdə məktəblərin fərdi nizamnaməsi yaradılmadı. Orada da 1.3-cü bənddə yazdırdı ki, bəs bu nümunəvi nizamnamə fərdi nizamnamələrin yaradılması üçün baza rolunu oynayır. Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 270 nömrəli qərarında ümumi təhsil məktəblərinin növlər üzrə təsnifatların meyarları müəyyən olunub və hal-hazırda Azərbaycanda ümumi təhsil məktəbinin 13 növü var. Və hər bir növ üçün, bax sizə təlim üçün, pul silmək üçün istiqamət verirəm də, siz nizamnamələri, nümunələrini hazırlayın və hər bir məktəbdə özünə uyğun olaraq demək, bu nizamnamələri, növə uyğun olaraq nizamnamələri qəbul eləsin. Beləliklə də məktəblərdə idarə etmə sistemə düşsün. Amma çox maraqlıdır ki, məktəb nizamnamələrinin, məktəblərin fərdi nizamnamələrinin qəbul edilməsində təhsil idarə edən şəxslər, başda Emin Əmrullayev dediyim kimi, agentliyin rəhbər işçiləri, regional təhsil idarəsinin işçiləri maraqlı deyirlər. Çünki məktəblər bu şəkildə idarə olunanda baş verən bütün proseslər hamısı məktəbin, müəllimin, məktəb direktorlarının üzərinə yıxmaq çox rahatdır. Yaxşı.
Məktəb, siz bu qondarma bir şagird qaydaları vardı, nizam-intizam qaydaları. Heç olmasa məktəbin bir nizam-intizam qaydasını hazırlayıb məktəb direktorlarına göndərin. Siz özünüz yaxşı bilirsiniz ki, 4400-dən artıq olan ümumi təhsil məktəblərinin %95, %97-sinin adi belə əmr yazmaq bacarığı yoxdur. Məktəb sənədləşməsini aparmağa bacarığı yoxdur. Yaxşı, normal bir əmr yazmağı bacarmayan və yaxud da bir protokol, bir pedaqoji şuranın iclasının protokolunu tuta bilməyən məktəb direktoru, məktəbin nizam-intizam qaydalarını necə müəyyən eləsin? Necə müəyyən eləsin ki, orada həm şagirdlərin, həm müəllimlərin, həm işçilərin, həm də valideynlərin hüquqları gözlənsin. Axı siz bilərəkdən məktəb direktorlarını mişen kimi qabağa verirsiniz. Bəli, biz belə bir əmr göndərmişdik. Məktəblərdə nizam-intizam qaydaları yoxdursa və yaxud da ki, işlənmirsə, bunun məsuliyyəti məktəb direktorundadır. Bu idarə etmə sistemi deyil, idarə etmə prinsipi deyil. Məsuliyyəti özündən aşağıdakıların üstünə atkilən, amma təhsil büdcəsini özün dağıtkilən, özün yirtkilən, özün belə deyinə xərcləyən. Hörmətli məktəb direktorları, direktor müavinləri, gələcəkdə bu işdə işləmək istəyənlər, bir daha təkrar edirəm. Bizim 1 noyabr qruplarımıza qeydiyyat davam edir, artıq qrup formalaşıb. Təkrar edirəm, qruplar 3 ayrı-ayrı qruplardır. Axşam saatlarında dərslər keçirilir, dərslər onlayn keçirilir və hər bir qrup ayrı-ayrılıqdadır. Eyni adam istər bir qrupa, istər 2 qrupa, istər hər 3 qrupa qoşula bilər. Qruplardan biri əmək qanunvericiliyi ilə bağlı, ikincisi təhsil qanunvericiliyi ilə bağlı, üçüncüsü də məktəbşünaslıq, praktiki dərslər. Direktor müavinləri imtahana hazırlaşanlar üçün eyni zamanda həm də suallar. Təşəkkür edirəm, videonu paylaşmağı unutmayın. Və dərslərə qoşulmaq istəyənlər, dediyim kimi 050 672 59 11 mənim nömrəmdir. Burada da indi videonun yanında da qeyd edəcəm ki, WhatsApp-a əlaqə saxlasın. Sadəcə yazın ki, 1 noyabr qrupuna qoşulmaq istəyirəm.